Salam əziz abituriyentlər. Bugündən biz Codera informatika test topusundan Python bölməsində olan dərslərə baxacağıq. Bugünləri ilk dərsimiz dərs 2-yə baxacağıq. Birinci dərs asandır, 2-dən başlayalım. Deyir ki, daxil edilən ixtiyarı tam edin, sıfıra bərabər, böyük veya küçük olup olmadığını təyin eden bir algoritm yazın. Biz bilirik ki ədədin sıfırla müqayisəsi, misal üçün böyükdür sıfırdan, bunda bu necə qiymət alır? Müsbət qiymət alır. Kiçikdirsə mənfi qiymət alır və sıfıra bərabər olan halı var. Yəni gərək bunun biz algoritmi olur. Algoritmi qurmaq üçün demək hər bir işin nəyi var? Bir başlanğıcı var. Başlanğıc daxil edirik. Ondan sonra bir ədəd daxil edirik. Həmin ədədi sıfırla başlayıb müqayisə etməklə. Deyirik ki, əgər bu n sıfıra bərabərdirsə, onda hər qolunda olacaq nə? Bərabər. Bərabərdir. Yox qolunda isə yeni bir şərt açacaq, çünki bizə böyükdür, kiçikdir, bir də bərabərdir demişdir. Gəlirik həmin n-i sıfırla müqayisə edəndə h-yə getdi sıfır. Yoxa da gəldi böyüklər, bir də kiçiklər. Ona görə də biz yeni bir şərt açırıq. Tabii ki, n böyükdür, sıfır yazıram. Hər qolunda bizə gələcək, çap edəcək böyüklər. Yox qolunda isə yerdə qalır nə? Kiçiklər. Və yaxud da bərabərdir, böyükdür, mənfidir, müsbətdir də yaza bilərdik. Və bunlar hamısı gəlir, birləşir. Nedir? Son. Bir son. Keçək növbəti sualımıza. Daxil edilən natural ədədi 8'li sayı sistemində ifadə edərək çap edən bir proqram yazar. Biz bilirik ki, ədədi 8'li sayı sisteminə çevirəndə, misal üçün deyirəm 72. 72 onluq sayı sistemindədir. Bunu deyirəm, çevirək 8'li sayı sisteminə. İstənilən bir ədədi 8'lik sayı sisteminə çevirəndə həmin ədədi hansı sayı sisteminə deyirsə, həmin sayı sisteminə bölünür. 72'ni bölürəm 8'ə, düşdü 9'da. 8, 9'un 72. Burada qalır. Qalığım 0. 9, 8'dən böyük olduğuna görə mən yenidən 9'u bölürəm. 8'də bir dəfə 8'in 8. Burada qaldı 1. Sonra bölüb bitirəndən sonra biz bunu axırdan əvvələ doğru yazırıq. Demək bizim bu işimiz 8'den kiçik alınana kimi ne edecek? Dövr edecek. Demek sıfırdan büyük rəqəm alınana kimi bizim nədir? Proqramımız dövrəm.
ve her dəfə biz görürsünüz ədədi kiçildirik. 8'e bölürük, ədədi kiçildirik və axırda da qalıqları nedir? Yanaşı yazırıq. Demək biz qalıqları yanaşı yazmaq ötəri bizə sətir tipi lazımdır ki, bunları biz yanaşı yaza bilək. Sondan əvvələ doğru. Gələk indi proqramımızı başladaq. M bərabərdir. M bərabərdir. Int input ədədimizi daxil edirik. Sonra isə bir dənə boş bir sətir daxil edirik. Gəlir deyir ki, while nə qədər ki aim sıfırdan böyükdür, onda bunu nə etkinən hər dəfə 8'e bölünür. 8'e bölünür. Gələk indi tutalım neydi? S bərabərdir. Sətir. Mütərizəmi açıram. N faiz. Neçə? 8 sayısını çevirdim ve 8'e bölünür. Üzerine gelirik boş sətir. Çünkü axırdan əvvələ doğru cəmləsin. Və ədədimizi hər dəfə nə edirik? Kiçildirik. N tam bölmə 8. Print 8. S. Bakın bu forma istenilen say sistemi için doğru. Çalıştıra. Ben vermiştim 72. Gördüğünüz gibi 110. Bir de çalıştıra veri 64. 100. Gördüğünüz gibi doğru cevap almış olduk. Keçək növbəti sualımıza. Verilmiş bu siyahıda ədədi ortası modulca böyük olan siyahının elementlerine çatır. Demek biz burada bu siyahının ədədi ortasını tapırıq. Ədədi ortada nədir? Həmin bu siyahının cəminin sayına olan nisbət. Tam ki bu bir A siyahısıdır. Cəmləmək üçün biz sum funksiyasından istifadə edirik. Deyirik ki sum A bölünmüş len A'ya. Bunu da mənimsədə bir D. Demək biz burada nəyi tapdıq? Ədədi ortanı tapdıq. Ədədi orta biz average deyə bilərik. Yəni bir deyim mən dedim. Sonra deyir ki bir gəlib bax yenə. Ancaq bunların nəyinə bax? Moduluna bax. Modulda biz nə demişdik? Demişdik ki ABS sözü metodundan istifadə olur. ABS misal üçün nə? Yenədir 5. 5 böyüksə ədədi ortasında modulca böyük olan siyahının elementlerini. ABS nədir? Bu bundan böyüksə bu ABS'de gəlin ideyə çünkü hər dəfə qiymətləşir. Onda da etsin, onları çap etmiş olsun. Gəlin de proqramda bunu yazaq. Yenə də A bərabərdir. A bərabərdir. Mötərizənin içərisində 5 mənfi 39 15 20 mənfi 9 bir də 44. Belə bir siyahı verilir. Gəlirəm bir dənə D bərabər deyirəm sum A
Len, aya. Hatta bunu burada print edeyim. Print de. Yoxlayaq. Baxın, 6 nöqtəs. Belə bir aldı. Ondan sonra gəlirik, deyirik ki, for in a bir. Gəl müraciət elə. Deyilən ki, əgərləri ABS i böyükdürsə ABS neden D'den onda print etkilenmeyi in. Çalıştıra bakalım. Bakın. Altı nokta sıfır. 5. 6'dan büyük değil. Çap eləmədi. Mənfi 39'un modulu büyüktür. Modulca çap etdi. 29. Hamısı nədir? 6'dan büyük. Ona göre deyikdi, çap etmiş oldu. Bir de suala qayıdım. Siyahının ədədi ortasından modulcu böyük olan siyahının ilmeklerine. Bu formada nədir? Proqramımızı işlətmişik. Sağ olun əziz yoldaşlar. Dəst 2-ni izah etdik. Növbəti dərsimizdə dəst 3-ü izah etmiş olacaq.